Mərhəmətli və rəhimli Allahın adı ilə. Bu qısa videoda mövzu din olduğu üçün inanıram ki, qəlbi Allaha tərəf açıq olan kəs bunu sonuna qədər səbr edib dinləyəcəkdir. İslam dininə görə insan öldükdən sonra ruhu Allah dərgahına yüksəlir. Baxın, Allah Zumar surəsinin 42-ci ayəsində belə bildirir. Allah insanın ruhunu öldüyü zaman bir dəfəlik alar. Ölməyənin ruhunu isə yuxuda ikən alar və qaytarar. İndi isə fikir verin. Həd surəsinin 47-ci ayəsində isə bildirir ki, onun dərgahındakı bir gün sizin saydığınız 1000 ilə bərabərdir. İndi isə düşünək, insan yatarkən böyük senaridə, böyük əsər bir yuxu görür. Məsəl üçün toy, müharibə və ya bir məhəbbət hekayəsi və s. Lakin bu qədər yuxu isə o yatdığı zaman cəmi 3-7 saniyə ərzində, yəni ruhunun öz bədənindən ayrılıb qayıtdığı bir an içində baş verir. Həmçinin insan yol qəzası keçirdikdə və ya onu elektrik vurduqda bəzən kliniki ölüm keçirir. Bu zaman isə onun ruhu özünü kənardan və yuxarıdan görür. Onun ürəyi tamamən dayansa da, beyninə qan işləməsə də, lakin o ayıldıqda otaqda bütün baş verənləri və bütün danışıqları dəqiqliklə bildirir. Peyğəmbərimiz bir hədisdə isə belə bildirir. İnsanın ruhu öz cənazəsini müşayiət edər. Hətta oradan ayrılan sonuncu insanın ayaq səslərini belə eşidər. Allah sonra bildirir ki, qiyamət günü bütün ruhlar öz bədənlərinə qovuşacaq və onlar da qəbirlərindən dirilərək çıxacaqlar. Bunun sübutu isə Peyğəmbərimizin bildirmiş olduğu qiyamətin əlamətləridir. Məsələn, bir hədisdə belə deyilir. Ərəb torpaqları da yaşıllıqlara çevrilmədən qiyamət qopmaz. Budur, artıq 2023-cü ildən etibarən iqlim dəyişikliyi ilə əlaqədar o yerlərə yağan qar və leysan yağışları səbəbilə artıq o bölgələrdə yaşıllıqlara çevrildi. Çürümüş bədənlərimizin yenidən yaranmasına gəlincə isə bilin ki, insanın 100 trilyon hüceyrəsinin hər birində onun saçının rəngi, gözünün rəngi, dərisinin rəngi və s. bu kimi 1000 kitabı dolduracaq tutunda haqqında deyinti məlumatı şifrələnmişdir. Hətta bugün bir insan öz cinsiyyətini dəyişmiş olsa belə, o şəxs qiyamət günü özünə məxsus olan həmən məlumatlarla yaranacaqdır. Peyğəmbərimiz bir hədisdə isə bunu belə açıqlayır. O gün insan ilk dəfə dünyaya gəldiyi kimi lüt üryan olacaq, hətta kişi sünnətsiz olaraq dirildiləcəkdir. Əziz dinləyici, gördüyünüz kimi Allahın vədi bax bu günün aydınlığı kimi bir həqiqətdir. Elə isə mən də bununla səni namaza dəvət edirəm. Sən də qəbul et ki, özünü xilas edəsən.